Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır. Realın efirində baş həkimin vaxtıdır. 25 illik təcrübəyə malik Qafqazın ilk ana və uşaq mərkəzi olan Leyla Medical Center'ın pediatriya mərkəzinin rəhbəri uzman həkim Kamil Şərifovla sağlam uşaq izləmi haqqında söhbətimiz olacaq. Həkim, xoş gəlmisiniz. Xoş gördük. Necəsiz? Sağ olun. Siz necəsiz? Uşaqlarla olan iş çox pozitiv, çox enerji dolu işdir. Yetər ki, valideynlər zamanında uşaqları ilə bağlı müraciət etsinlər ki, qoy uşaqlarımızın canı çox incinməsin də, hər zaman özlərini yaxşı hiss etsinlər. Mən yaxşıyam, çünki yaxşı həkimlərimiz var. Artıq sərhədləri aşmağa ehtiyac yoxdur. Hər bir xırda məsələ üçün yadınızdadır da, illər əvvəl biz sərhədi aşıb gedirdik adi bir qan dəyərləri vermək üçün. Amma şükür Allaha ki, bugün artıq Azərbaycanda yəni çox yaxşı həkimlərimiz və çox tibbi avadanlıqlarımız yəni buna şərait yaradır ki, biz bütün dəyərlərimizin cavabını buradan bilək. Həkim, sağlam uşaq izləmi, yəni düşünürəm ki, hər bir ana olmağa hazırlaşan və ya artıq valideyn olan insanlar üçün bu çox vacib bir mövzudur da. Bizdə bununla bağlı hazırda vəziyyət necədir? İlk olaraq buradan başlayaq, daha sonra davam edək. Tamam. Ümumiyyətlə fərqindəlik deyirlər də. İlk əvvəl Azərbaycana döndüyümüzdə fərqindəlik çox daha aşağı idi. Amma insanlar artıq yavaş-yavaş fərqindədirlər. Məsələn, bir şeylərin bugün yolunda getməsi, 2 ayda yolunda getməsi, 3 ayda da yolunda gedəcəyi mənası verməz. Ona görə uşaq doğulduqdan sonra, məsələn, əvvəllər ailələr gəlirdi ki, doktor, bunda bu problem var. İndi insanlar yavaş-yavaş gəlməyə başlayır ki, doktor, biz 3 gün oldu evə getmişik, artıq uşağımız dünyaya gəlibdir də. Birdən bunun sarılığı yüksələr, abeyni zərər görər. Ya da əmmir, çəkitkisi çox ola bilər, bir şəkildə digər orqanlar zərər görə bilər. Bu fərqindəliyin artıq artması bizləri sevindirir. Çünki bir xəstəliyi müalicə eləmək təbii ki, nə qədər erkən müalicə eləsən, o qədər yaxşıdır, ağırlaşmaları önləyirsən. Amma daha önəmli olan o xəstəliyi qorumaqdır, o ağırlaşma mərhələsinə gəlməməkdir. Sadə bir şey deyim. Uşaq doğulur, evə gedir, 2 gün sonra kontrola gəldiyində çəkitkisinə baxırıq biz. Patoloji sərhədlərə çıxıbdırsa, bu nə deməkdir? Ən çox maye harda olur? Bədəndən maye itirib də bu uşaq ya yeyə bilməyib, ya bir şəkildə itirir. Ən çox maye harda olur? Qanda olur. Dolayısıyla qan həcmi azalır. Həcm azalmır, əslində qan daha da qatılaşır. Zaten sizlərin, bizlərin, məsəl üçün deyirəm də, hemoglobin dəyərimiz 11-12 ikən, yeni doğulmuş körpənin olur 18-20. Bir də zaten hemoglobini yüksəkdir. Bir də maye itkisi olursa nə olur? İyice qatılaşır. Əlbəttə. Çox qatılaşır və sən nazik bir kapilyar tüpdən, borudan bir su keçirməyə çalış, bir də qatı mürəbbə məti keçirməyə çalış. Təbii ki, mürəbbə məti daha çətin keçəcək. Dolayısıyla beynin qan dövranı pozulurmu? Böbrəklərin pozulurmu? Ürəyin, qaraciyərin, bağırsaqların pozulurmu? Bərabərində ən çox qarşılaşdığımız problem nədir? Çəkitkisi olur, beyində tromb atır. Zaten bir orqanizmdə ciddi problem artıq bir çox problemləri gətirir. Ona görə uşaq doğulur, evə gedir. 2 gün sonra kontrola gələndə çəkitkisinə görə sən gerəkən önləmləri, qidalanmanı düzənləyirsən. Sadə bir sarılıqdan nə qədər uşaq şikəst qalır. Bəzən mənə deyirlər ki, doktor, siz bədbin danışırsınız. Mən bədbin danışmıram. Həyatın gerçəkləri var. Respublikanın hər yerin gəzən xəstə ən axırda çon çəri olaraq bizlərə gəlir də daha çox. Gəzib gəlir, başına 1 milyon iş gəlir. Normal bir sahə həkimi gündə 30 dənə uşaq baxırsa, bunun 29'u problemsiz uşaqdır. Bizə gələn 30 uşaqdan 29'u inanın ki, bir 20 dənə həkim görüb sonra gələn xəstələrdir. Və daha çox problemlərlə qarşılaşdığımız üçün biz daha çox insanları uyarırıq ki, xəbərdar edirik ki, bax, vaxtında bir şeylərin önləmini alaq ki, iş ağırlaşıb artıq reanimasiyaya getməsin, bir çox ağırlaşmaların müalicəsi ilə məşğul olmayaq da bir kərə xəstəliyin qarşısını alaq. Hadi qarşısını alanmadıq, xəstəliyi müalicə eləyək. Ən pisi xəstəliyi də ötürüb ağırlaşmanı müalicə eləməkdir. Bu mərhələyə gəlməsin artıq. Yəni, uşaq sağlamdırsa niyə həkimə getməliyik fikri çox yanlış fikirdir. Mən bir misal verim də, bəzən ailələr gəlir. İndi bizə də davamlı izləmə gələn ailələr, bir həssas ailələri var, hər ay kontrollara gətirir, izləmləri davamlı olunur. Bir də 2 ayında gəlir, müayinədən keçdi, bir şey, hər şeyin yolunda olduğu söylənilir. Bir də gedir 6 ayda gəlir.
2 aydan 6 aya qədər nə qədər problem var? İndi mən bir kobud izləyicilərimizin anlayacağı bir misal verim də, hamının başa düşəcəyi. Biz buradan Qəbəliyə gedirik. Şamaxıda maşınımızın motorun yaxşı işləməsi İsmaildə də yaxşı işləyəcəyi, çalışacağı anlamına gələrmi? Xeyr. Pozula bilər. Deməli 2 ayda bir şeylərin normal olması 3-cü ayda, 4-cü ayda olacağı, 6 ayda gələk deməkdir. Periodik kontrollar məhz bunun üçün var. Doğuşdan sonra nələrə diqqət edilməlidir? Yəni gəlin belə danışaq. Uşaq sağlam dünyaya gəlib, yəni hamiləlikdə də bir sıxıntı olmayıb və uşaq sağlam dünyaya gəldi. Bundan sonra izləmə davam etməlidir də təbii ki. Təbii ki. Bir kərə bura həm də peyvəndlər də daxildir. Təbii. Birinci növbədə ən önəmli diqqət eləyəcəyimiz şey doğum evini seçmək, ginekoloqu seçməklə başlayır. Əlbəttə ki. Daha doğrusu hamiləliyin planlanması ilə başlayır. 3 ay öncədən fol turşusu, daha doğrusu hamiləliyin ilk aylarında, bir neçə ayında fol turşusunun verilənlərlə verilməyənlərdə onurğa beyninin üstün açıq qalması da spina bifidalar arasında nə qədər ciddi fərq var. Fol turşusu alanlarda daha az qarşılaşırlar. Bir kərə hamiləliyin planlanması, düzənli hamiləlik izləmi. Bu da çox önəmlidir. Bəzən görürsən ki, uşaqda 3 dəfə Doppler olur. Doppler olunmasına rağmen ciddi bir ürək qüsuru, bir problemlər çıxa bilər. Bir də olunmayanlarda bu daha çoxdur. Genetik xəstəliklər daha çox tarama testləri də var. Təbii, bunlar hamısı hamiləlik izləmi düzənli olacaq. 2, doğum edəcəyimiz xəstəxananı düzgün seçməmiz lazımdır. Uşağımız doğuldu, göbək kəsildi, nəfəs başlamadı. Nə olacaq? Vay. Olmurmu? Mən çox görürəm. Ən azından ağırlaşmaları ilə çox qarşılaşıram. Əlbəttə ki. Ona görə ikinci mərhələ budur. Məsələ ata-ana olmaqda ölüm. Məsələ bu yolları maneəsiz keçməkdir. Düzdür. Doğumdan sonraki müddətdə çox qarşılaşırıq. Hepatit B peyvəndi vurdurmaq istəmirəm. Uşağın bədən tamlığı pozulur. Sabahlarım ola biləcəkləri görürükmü? Ya da bir K vitamini vurdurmur, bədən tamlığı pozulmasın, bir ayında qanayıb gəlir beyninə, ömür boyu şikəst uşağa baxırsan. Sonra mənsarlıq üçün uşağın canı yanılacaq, şəkər testi baxmayaq. Şəkərinə risk qrupundadırsa şəkərə baxacaqsan, bir şəkər düşməsi ömür boyu şikəst buraxır uşağı. Azdır mı mənim elə uşağı o qədər qarşılaşıram ki. Sonra sarılıq, sonra çəki itkisi, sonra gəlir 10-15 gün kontrolları, 1 ay kontrolu, anadan gəlmə bud çıxığı. Displaziyalar çox artlanır. Onu da ultrasəs müayinə ilə təbii ki, elətdirmək lazımdır. Bəzən bir də indi o gün bir dənə dəyərli məsləkdaş deyir ki, artıq rutin Amerikada olunmur, amma indi bizim sonuc olaraq səhiyyə sistemi məsələn Amerikanın səhiyyə sistemi deyil. Hamı onu əli ilə müayinə edir. Bir də orta dərəcəli displaziyalar heç çox ciddi ortopedistlər belə bəzən əlləri ilə diaqnoz qoyanmır, bir ultrasəs müayinəsi elətdirək deyirlər ki, mən uşaq həkimlərindən zaten bunun hamısını eləməsini gözləmirəm. Elətdirmək lazımdır. Bir də düzgün bir mütəxəssis elətdirmək lazımdır. Sonra keçir peyvəndlər. Sadə bir misal verim. O gün bir neçə dəfə bu mən canlı yayında da dedim. Bir ailə zəng elədi mənə. Doktor, bəs sizə təşəkkür eləmək istəyirik. Bir ana zəng elədi. Deyirəm, nəyə görə? Deyir, doktor, biz sizin xətrinizi çox istəyirik. Sizi qıramırıq da, yoldaşım da, mən də çox istəyirik xətrinizi. Siz dediniz ki, doktor, peyvəndlər, biz də peyvənd elətdirməyi düşünmürdük. Sadəcə sizi qırmamaq üçün dedik ki, yola verək. Deyək ki, doktoru bitər yola verək. Dedik, poliklinikada elətdirəcəyik. Dediniz, tamam, bəzi peyvəndlər poliklinikada yoxdur. Rotavirus deyilən bir virus var. Onun peyvəndi nə eləyir? Daha qıranmadıq sözü ağzımızdan çıxdı. Birinci peyvəndi elədik, birincini elədik deyik, ikincini də elədik. Üstündən aylar keçdi. Eltin uşaqları xəstələndi. 3-4 gün xəstəxanada anadan əmdikləri burunlarından gəldi. Amma bizim uşaqlar onlarla təmasda olmasına rağmen olunmadı. Sonra da dedilər ki, doktor, peyvənd mövzusu biraz ciddi mövzudur üçün biz hər yerə güvənmirik. Digər peyvəndlərimiz də gəlib sizdə edə bilərikmi? Əslində həm təşəkkür, həm də bir sonraki mərhələ ki, indiyə qədər biraz gecikdirdik, en azından qaldığımız yoldan davam edir. Yəni bu ailə yaşayaraq, kəşki mən də dedim ki, biz o Eltinin də ailəsini biz tanısaydıq, onlara da bir şəkildə məcbur bu peyvəndi elətdirsəydik, o uşaqların da başına bunlar gəlməsəydi. Çox çətindir, 30 dəfə qarnı gedir. 20 dəfə qusur, rotavirusu, yəni böyük insanlar belə tutduqda o qədər çətin, yəni xəstəxanalıq durumları belə olur. 8 aylıq uşaq keçirir. 8 aylıq uşaqlar zaten hamısı tombiş olur. Onlara damar yolu açmaq, sistem taxmaq o qədər çətin, qan almaq o qədər çətin olur ki, bir də risk qrupunda olan uşaqlar var. Məsələn, xəstədə kistik fibroz, mukoviscidoz var, başqa bir immun çatışmamazlıqları var. Bunlar daha da ağır keçirirlər. Ona görə mütləq bir önləm almaq, ən önəmli önləm almaq da qorunmaqdır. Qorunmaq, indi biz nə qədər evdə diqqət eləsək də bir şəkildə gigiyena pozula bilir. Sağa gedirik, sola gedirik, amma biz peyvəndimizi vurduruq.
rahat həyatımıza davam edirik. İndi bir dənə də sual, məsələn, sizdən belə bir sual gələcəyini öngörərək belə bir cavab verim. Bəzən danışırlar ki, peyvənd vurduq, bu oldu, o oldu. Elə ona gələcəkdim ki, həkim, peyvənd vurulmağını uşağın sonraki inkişafi problemləri nə isə çıxır, inkişaf problemləri. Bunu gətirib bağlayırlar ki, uşaq peyvənd olmasaydı bu problem olmayacaqdı. Amma buna cavabı olar, sponsorumuza təşəkkür edim, ondan sonra davam edək. Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti referans ambulans 724 hər bir vətəndaşımıza xidmət göstərməkdədir. Ambulans maşınları ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Referans ambulans hava və quru təxliyəsi ilə həyat qurtarmaq üçün saniyələrlə yarışır. Göstərilən xidmətlər təcili tibbi yardım, pediatrik təcili tibbi yardım, pasiyent təxliyəsi, stand-by xidməti istənilən məkanda müşahidə. Ətraflı məlumat Ulduz 003 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Leyla Medical Center'ın pediatriya mərkəzinin rəhbəri uzman həkim Kamil Şərəfovla söhbətimizi davam etdiririk. Türkiyədə 2 dəfə uzmanlıq təhsili alıb. Ümumilikdə 12 il Türkiyə təcrübəsi olan Kamil həkimə yeni dünyaya gəlmiş körpələrin reanimasiyası, vaxtında və vaxtından əvvəl doğulan körpələrin reanimasiya sonrası təqibi, eləcə də 0-18 yaş riskli və sağlam uşaq müayinələri üçün müraciət edə bilərsiniz. Həkim, gəldik peyvəndlərin, daha sonra uşaq böyüyür, 3 yaşı var, 4 yaşı, danışıq ləngiməsi, sosiallaşma problemi. İndi mən autizm məsələsinə toxunmaq istəmirəm, çünki o artıq dərin bir mövzudur. Onunla bağlı biz sizlə ayrıca söhbət edərik bir gün. Yəni, uşağın gələcəkdə bu problemlərini gətirib bağlayırlar peyvəndə. İndi mən bir cavab verim. Mənim bir aşıq dostum var. O gün mövzu açılıbdı, deyir ki, bizim sözümüz qutaranda, yəni aşıqlar üçün deyir, öz məsləkdaşları üçün deyir ki, aman-aman deyirik. Aman-aman. Sizin həkimlər də sözü qutaranda, cavab tapanmayanda, diaqnoz qoyanmayanda peyvənd deyib keçişdirirlər, yola verirlər. Bilmirəm fikirimi. Siz də bizim həkimsiniz. Sizin deyəndə bizim həkimlər də, yəni aşıq dostumun sözü ilə deyirəm. Əslində ondan stat gətirirəm. İndi bu iş belədir. Yəni, bir həkimin sözü qutaranda, diaqnoz qoyanmayanda peyvənddədir. 1 milyon dənə genetik xəstəlik var, çevrəsəl faktorlar var. Peyvənd vurulma ancaq və ancaq uşağın həm fiziki, həm sosial inkişafın pozitiv yöndə təsir edir. Nəyə görəsin deyim. İndi bir gündə 30, 40, 50 dənə uşaq görürük. Həm ölkə xaricində bunu görmüşük, həm burada görürük və bir də bir düşünsək ki, ölkəni gəzirlər. Çarə tapmayan kəsim bizə gəldiyini düşünək də, bir də o kəsim var. Ona görə gördüyümüz bir şey var. Reanimasiyaya düşən, ağırlaşan tənəffüs sistemi infeksiyaları, mədə, bağırsaq infeksiyaları, hamısı peyvəndsiz uşaqlardır. O qədər antibiotik alan uşaqların 99%-i peyvəndsiz uşaqlardır. Və nəyə görə bu populyarlıq qazanır bu mövzu? Onu deyə. Çox qəribədir. Antibiotik valideynlər uşağına asanlıqla verir, amma peyvənd etdirmək istəmir. Səbəbini deyim mi? Buyurun. Biz övladımıza dediyimizdə ki, get otur kitabı oxu, oxumaq istəmir. Deyəndə ki, get qonşunun pəncərəsini vır, qırır. İndi mən elmi bir video paylaşıram, 3000-5000 izlənir. Amma bir gəlin qaynana, ailə məişət söhbəti videosu paylaşıram, 1 milyon izlənir. Məsələ budur. Yəni, bəzi insanlar cəmiyyətin zəif tərəfindən belə zəli kimi soğururlar. O nağarır, paylaşır, eyni fikirdə, aykırı fikirdə olan insanlar başlayır təkib almağa, arxadan bir sürü şey götürürlər. Yəni, peyvəndlə əlaqədar negativ danışan insanlar ya bilgi yetərsizliyi olan insanlardır, xalq arasında savadsız deyirlər məsləkində. Ya da pis niyyətli insanlardır, insanların arxasından bir işlər çevirirlər. Yəni, uşağa peyvənd vurma, peyvənd vurdurursan uşağın sağlam olur. Sağlam olduğu üçün xəstəxanaya düşmür, iynə almır, dərman almır, həm ruhu sağlam böyüyür. Həm də fiziki inkişafa. Deyə bilərik ki, bəs yaxşı, niyə bu qədər sosial problemlər artır? Çünki atalar, analar işləyir, uşaq qalır evdə, yetəri qədər zaman ayıra bilmirik, qoyuruq mavi ekranın qabağına, bu da bir sürü davranış problemlərin ortaya çıxmasına səbəb olur. Kimsə bunu gözü görmür, biz istədiyimizi görürük, istəmədiyimizi görmürük. Övladımızı telefonun önünə qoyuruq, televizorun önünə qoyuruq, bunu suçlamırıq, özümüzü suçlamırıq, peyvənd vuruldu, bundan oldu. Oysa ki, peyvənd vurularaq biz uşağın sabahların bir şəkildə xəstə birinin qanı ilə təmas etdi, hepatit B yoluxdu. Ya da dənizə getdi, ayağın daş kəsti oldu, tetanos. Nə edəcəksən? Olmurmu? Olur. Çox qarşılaşırıq biz bu durumlarla. Ya da göy öskürəkdən, qızılca xəstəliyi. Sadə hamımız deyirlər, bizim böyüklər ki, biz o vaxtı qızılca keçirdik, sağaldıq. Xüsusilə 1 yaş altında bu 600-700 keçirən uşağın birinin beynində qalır virus. Üstündə keçirənlərdə bu sayı biraz daha azalır. Amma 1 yaş altı daha təhlükəlidir.
qalır beynində 3 ildən sonra aktivləşir, 2 ildən sonra aktivləşir. Bunun dünyanın heç bir yerində müalicəsi yoxdur. Yaşam müddəti ortalama 1 il yarım, maksimum 2 ildir da göz görə əriyər. Məsələn, biz yaxınımızın birinin bir qəzadı itiririk. Ani bir 3 ay, 1 ay, 2 ay yas tutub həyatımıza davam edir. Amma il yarım, 2 il bu uşağın gözü tənəffüs cihazında gözünə baxa-baxa əriyə gedir bu uşaq. O ailələrin gözündəki peşmanlığı görəndə əslində mən bunu efirdə demək istəyirəm ki, eləməyin, saxtakarlara uymayın, haqqın yolu birdir, o da elmdir. İşıq gələn tərəfə gedir. Qətiyyən, az mı görmüşəm? Su çiçəyi, sadə, keçirib sağalır. Təbii ki, keçirib sağalır. Qulağı tutdu, sümük kariyesi oldu, kar oldu. Ağız yerə düşdü, tutur, bəzən, nadir də olsa ki, bu yaxınlarda bir xəstəm var idi. 12 yaşında uşaq idi, başına gəlməyən qalmadı. Bəzən beyinciyi tutur, serebellit verir. Su çiçəyinin ən qorxduğumuz ağırlaşmasıdır. Beyində çapıq yarandı mı, neyin yazsan bundan sonra? Zədələnən yeri, burada bir yara var, 3 yaşından bu çapıq durur burada. Heç bir problem yaratmır, funksional deyil. Amma bu çapıq beyində olanda nə olur? Bir sürü problem olur. Ona görə saxtakarlara uymamaq lazımdır, haqqın yolundan getmək lazımdır, haqqın yolu da birdir. Elm, Elmin arxasından gedir. 2 dəqiqəyə sığdıracağınız qədər qida məsələsinə toxunaq. Çünki sağlam izlənmə dedikdə burada qida və yuxu da uşaqlar üçün çox vacibdir. Bir, ana südü. Süt yoxdursa yen ana südü, süt yoxdursa yen ana südü. Bəs hardan olur? Məcbur qalan, istəyəndə olur. Hə, istəyəndə olur. İstəyəndə olur. Özüm, bir, bol su içmək lazımdır, uşağı əmizdirmək lazımdır, moral motivasiyanın yerində olması lazımdır. Qaynanalar durub gəlini sıxışdırmasınlar. Qaynana, gəlin söhbəti olan yerdə nasut olan şey deyil. Gəlini rahat buraxırıq. 2, ana da istəyir, əmizdirdikcə beyinə siqnal gedir, süt olur. Bunu elədiyimiz müddətcə olur. Məcbur qalmadığımız müddətcə qidalara keçmirik. 2, uşağımıza su vermirik. İlk 5-6 ayda verilən su beyin inkişafın ləngidir. Bunu efirdə deyəcək qədər əminəm bu mövzuda. Xahiş edirəm, özəlliklə glikoza, şəkərli su verirlər sağlıq olan. Bu cinayətdir. Olmaz. O gün biri yazıbdı ki, doktor, siz belə deyirsiniz, hamı bütün həkimlər belə deyir. Haqqın yolu budur. Bunu kim deyirsə, bu bildiyiniz cinayətdir. Bu olmaz. Sonra D vitamini başlayırıq, özəlliklə 1 yaşa altı uşaqlarda, yayda da D vitamini. Bəzən amma orada da vurdum da qırdım da eləyirlər. D vitaminin 400 təsir vahidi profilaktika dozasından veririk. Bəzən əmgək genişdir deyə 10 damcıya, 20 damcıya çıxırlar. Görürəm, sonra düşən böyrəyində daş yaranıb gəlir. Belə şeylər də eləmirik. Yəni, bizim bir həkimimiz olur, aylıq onun kontrolunda olur. Nə deyir, onu edirik. Həkim nəzarətində. Təşəkkür edirəm gəldiyiniz üçün və qeyd etmək istəyirəm ki, siz əgər doğrudan da uşağınız üçün, yəni bilirsiniz necə, status olaraq ana oldum, ata oldum, amma siz unutmayın ki, bir insan sizə əmanətdir Allah Taala tərəfindən. Bioloji atan olmaqla sosial atan olmaq çox fərqli şeylər. Çox sağ olun həkim, təşəkkür edirəm gəldiyiniz üçün. Qoy bütün uşaqlarımız sağlam və bəxtəvər olsunlar. Çünki belə gəlir də, sağlamlıq olmayan yerdə biz uşağımıza nə versək də, biz onun heç bir bəhrəsini görməyəcəyik. Həm valideyn olaraq üzüləcəyik, həm də uşağımız cəmiyyətdə bizə görə, yəni bütün həyatından olacaq. Doğru. Sağ olun. Buyurun. Həm ruh sağlamlığı, həm fiziki sağlamlığı. Təşəkkür edirəm. Sağ olun, salamat qalın. İnşallah gələn həftə sağlıq olsun, baş həkim yenə də efirdə olacaq. Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır.